Hüquqi islahatlar və dövlət suverenliyinin təminatında prokurorluq orqanlarının rolunun maarifləndirilməsi məqsədi ilə Bakı şəhər prokurorluğunda Azərbaycan prokurorluğu suverenliyin təminatında rolu mövzusunda seminar keçirildi. Tədbirdə Bakı şəhər prokurorluğunun əməkdaşları və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak etdilər. Seminar çərçivəsində iştirakçılara prokurorluq fəaliyyətinin müasir tələblərini, vətəndaşlarla qarşılıqlı münasibətlər və hüquqi maarifləndirmə istiqamətləri barədə məlumat verildi. Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarovun sözlərinə görə, seminarın təşkil edilməsində əsas məqsəd hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək verməkdir. Baş prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov da seminar iştirakçılarını hüquqi maarifləndirmənin önəmi, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışlar barədə məlumatlandırdı. Tədbir çərçivəsində hüquqi nəzarət mexanizmlərinin rolu, qanunun aliliyinin təmin olunması üçün prokurorluq tərəfindən tətbiq olunan prosedurlar və istintaq proseslərinin səmərəliliyi barədə iştirakçılara geniş təqdimat edildi. Prokurorluq əməkdaşlarının açıqlamalarından sonra seminar interaktiv formada davam etdi. Sonda tələbələr çıxışçılara mövzu ilə əlaqədar suallar ünvanladılar.